İMEDİ, Post TV və Rustav Yori televiziya kanalları Moldovada keçirilən Nazirlər Komitəsinin iclasını işıqlandıra bilməyəcəklər. Avropa Parlamenti İMEDİ telekanalının fəaliyyətini bir il müddətinə məhdudlaşdırıb. Moldova isə İMEDİ, Rustav Yori və Post TV kanallarının akreditasiyasından səbəb göstərmədən imtina edib. Hakim komanda bu qərarı sərt tənqid edir və bunu Gürcü xalqına qarşı hesablaşma adlandırır. Müxalifət isə bildirir ki, Gürcü arzusu bu media vasitələri ilə cəmiyyətə qarşı hibrid müharibə aparır və həmin televiziya kanalları müstəqil deyil. İMEDİ telekanalının yaydığı məlumata görə qərar İMEDİ-nin həftəsi proqramında yayımlanan reportaja əsaslanıb. Həmin süjetdə jurnalist Avroparlamentarı Rasa Yukneviçyene ilə müsahibə almağa çalışmışdı. İMEDİ Moldovanın qərarını peşə fəaliyyətinə maneə və müstəqil mediaya hücum kimi qiymətləndirir. 17 may yürüyüşünə hazırlıq başlayıb. Patriarx II. İlyanın təşəbbüsü ilə təsis edilən Ailə Müqəddəsliyi günü münasibətilə keçirilən ənənəvi yürüyüş bu ildə Kaşueti kilsəsindən Sameba kafedralına qədər davam edəcək. Patriarxlığın təşəbbüsü ilə bu ilki mərasimdə də ənənə pozulmayacaq. Dindarlar səhər saat 11-də Kaşueti məbədindən Sameba kafedralına qədər ənənəvi yürüyüş keçirəcəklər. Yürüyüşdə dini icmalar, din xadimləri və bazar günü məktəblərinin nümayəndələri iştirak edəcəklər. Samebaya gələn vətəndaşlara Patriarx Şio xeyir-dua verəcək. 17 mayda Patriarx 3. Şio Sameba kafedralında ilk bayram ibadətini icra edəcək. Mərasimdə taxta çıxma münasibəti ilə Gürcüstana gələn müxtəlif yerli kilsələrin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər. 1-ci sinif şagirdlərinin ərazi prinsipi ilə qeydiyyatı bu səhər başlayıb. Proses 25 maya qədər davam edəcək. Bu qeydiyyatın 3-cü mərhələsidir və onlayn rejimdə aparılır. Ərazi prinsipi ilə qeydiyyat 12 pilot şəhərdə həyata keçiriləcək və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumat bazasında 2026-cı il 15 aprel tarixinə qeydə alınmış ünvana əsaslanacaq. Yaşayış ünvanı işğal olunmuş ərazi kimi göstərilən şəxslər üçün məktəb bölgəsi, qaçqınlar, ekomigrantlar və Sosial Təminat Agentliyinin təqdim etdiyi hüquqi ünvan əsasında müəyyən ediləcək. Şagirdlərin məktəbə qəbulu üçün tələb olunan sənədlərin təqdimatı 27 maydan 12 iyuna qədər davam edəcək. Bugün Kiyevdə matəm günüdür. Son 2 gün ərzində Rusiya Ukraynaya qarşı 1567 pilotsuz uçuş aparatı və 56 raket buraxıb. Ən ağır nəticələr Kiyevə endirilən zərbələr zamanı qeydə alınıb. Yaşayış binasına endirilən zərbə nəticəsində 24 nəfər, o cümlədən 3 uşaq həlak olub, 47 nəfər yaralanıb. Dağıntılar altında axtarış, xilas etmə işləri davam edir. Ukrayna prezidenti Vladimir Zelenski hərbçilərə cavab əməliyyatlarına hazırlaşmaq tapşırığı verib. ABŞ-ın Maliyyə naziri bildirib ki, Çin Hörmüz boğazının yenidən açılması prosesinə pərdə arxası şəkildə fəal qoşula bilər. Scott Bessentin sözlərinə görə Çin İran üzərindəki təsirindən istifadə edərək boğazın yenidən açılmasına çalışacaq. O vurğulayıb ki, Çin dünyada ən böyük neft ixracçısıdır və İran neft ixracının böyük hissəsi məhz bu ölkənin payına düşür. Buna görə də Pekinin boğazın açılmasında ABŞ-dan daha böyük marağı var. Almaniya kansleri bildirib ki, Avropa ilə Rusiya arasındakı danışıqlarda Avropanı kimin təmsil etməsinə kənardan müdaxilə qəbul edilməzdir. Friedrich Merzin sözlərinə görə Avropalılar öz adlarından kimin danışacağını özləri müəyyən edirlər. Almaniya hökumətinin rəhbəri Rusiya prezidenti Vladimir Putinin Avropa ilə danışıqlarda vasitəçi kimi Almaniyanın keçmiş kansleri Schröderin iştirak edə biləcəyi ilə bağlı təklifinə münasibət bildirib. Friedrich Merz bir daha vurğulayıb ki, Avropa Ukraynada müharibənin başa çatmasına dəstək verməyə hazırdır və Rusiyanın belə danışıqlara həqiqətən hazır olduğuna şübhə etdiyini bildirib. Çxetam-Tianeti bölgəsində Duşeti Meşə Təsərrüfatı İdarəsinin inzibati binasının bərpası başa çatıb. Yenilənmiş məkan yerli sakinlərə və özəl sektora meşə təsərrüfatı xidmətlərinin yerində əldə etmək imkanı verəcək. Milli Meşə Agentliyinin planına əsasən ölkə üzrə ümumilikdə 10 belə mərkəz yaradılacaq. Oxşar işlər artıq Oni, Lendexim, Çxeta, Aspinza, Zestafoni və Saçxeredə də tamamlanıb.
İdman naziri həndbol üzrə milli komandanın yeni baş məşqçisi Ruben Qarabaya ilə görüşüb. İspaniyalı mütəxəssis komanda ilə bağlı baxışlarını təqdim edib. Ruben Qarabaya Olimpiya oyunların bürünc mükafatçısı və dünya çempionudur. Müxtəlif dövrlərdə Barselona və Valladolid kimi məşhur klubların şərəfini qoruyub. Məşqçilik fəaliyyəti dövründə isə Misir və Çin milli komandalarında, həmçinin Avropa klublarında çalışıb.